Mən gündən-günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən dostdan, aşinadan necə əl çəkim? Qonağım Mikayıl Müşfiqin şeirlərinə mahnı bəstələmək istəyən Respublikanın xalq artisti Şəfiqə Eyvazovadır. Xoş gördük sizi. Xoş gördük. Azərbaycan musiqisi hansı vəziyyətə gəlib çıxır? Bir iş var. Deyəndə pis olursan. Nə deyim, mən tək əldən səs çıxmır axı. Gərək birləşmək lazımdır. Bu dəqiqə hərcimərcilik demək olar yaranır. Bu bir faciə deyil. Acığı gəlsin, qoy mısmırığını sallatsın. Ancaq ona demək lazımdır. Efirdə ola bilər görməsinlər, amma adımı bilirlər, adımı eşidirlər. Elə bil dəyişib insanlar. Yazıq o şəxsə ki, qara qabaqdır, nə qədər yaraşır insana gülmək. Siz necə belə hədəfə vurursunuz elə. Not bilinmir ki, hardan. Bəli. Bu yaxşı sözdür. Müasirlik bizi, Azərbaycan xalqını demək olar uçuruma aparır. Siz Mikayıl Müşfiqin sözlərinə mahnı bəstələmək istəmisiniz, amma sonra alınmayıb nədənsə. Ən sevdiyiniz bəlkə də şairdir. Mən şoka düşdüm. Siz bunu hardan bilirsiniz? Eşitmişəm sizin dilinizdən. İllər öncə, bəlkə bir 20 il öncə verdiyiniz müsahibələrin birində demisiniz. Mənim yadımdan çıxıb. Amma nə yaxşı ki yadınızda qalıb. Aha. Doğrudur. Niyə alınmadı Şəfiqə xanım? Niyə alınmadı? Məsuliyyət lazımdır. Həm də bilirsiniz, mən əslində qalanda bir rəssamlığı, bir də bəstəkarlığı hər şeydən ucaq tuturam dünyada. Bilirsiniz. Bəlkə ona görə çox düz deyirsiniz. Məsuliyyətli olmuşam. Ya etməlisənsə, yaxşı etməlisən, ya da heç əl vurma. Hər kəs Mikayıl Müşfiqi sevir. Azərbaycan Mikayıl Müşfiqi sevir və şeirlərini əzbər bilir. Yenə o bağ olaydı, yenə yığışaraq siz o bağa köçərdiniz. Amma bir şeiri də var ki, bayaqki şeirin davamı olaraq deyim. Cahan ki solmayan bir bağça bağdır, burada rəva mıdır gülmədən ölmək? Yazıq o şəxsə ki, qara qabaqdır, nə qədər yaraşır insana gülmək. Mən çox vaxt qabaq olmuşam. Olsun Şəfiqə xanım, qaraqabaq olmaq olar. Təki üzdə saxta gülüş olmasın. Bax, əsas məsələ odur. Bugün biz nəyə gülürük? Bugün bizi nə ilə güldürməyə çalışırlar? Bax, o saxta gülüş, saxta ifadələr, bəzən söyüşə də gülə bilirik. Niyə? Nədir bunun səbəbi? Bizim Arif Quliyevin, gözəl sənətkarımızın gülüş növləri var idi. Hatırlayırsınız. Doğrudur. Hətta insan yıxılanda da gülürlər. Bir də görürsünüz. Yenə o gülüş indiki gülüşlərdən də yaxşıdır. Amma sonra başımıza gəlir, özümüz də yıxılırıq. Gülən adam özü də yıxılır çox zaman. Doğru. Niyə bugün şit zarafatlara gülürük, düşündürücü məqamlara gülən azdır? Vallahi o da zamanədən deyil. O insanlardandır. İnsanlar təmiz o vaxtki insanlara bənzəmir, indiki insanlar. Elə bil dəyişib insanlar. Nə dəyişib insanları? Bir-birinə münasibət dəyişib, pul dəyişib, pro hərislik dəyişib. Bax, bu insanlar niyə dəyişdi axı? Bir nəslin nümayəndəsi keçmişə dönüb baxırsan tam fərqlidir. Nəsillər dəyişir, baxırsan ki, axı bunun nənəsi bu deyildi. Bunu axı kim dəyişdi? Bax, sizin qızınız, maşallah, Mehrini götürək. Bəli. Sizin nəslin davamçısıdır. Təşəkkür edirəm. Amma
Görürsünüzmü? Siz necəsinizsə, o cürdə davam edir. Mən düşünürəm o məndən də yaxşı davam edir. Zamanla ayaqlaşırmı sizcə Mehri? Yarı bayarı, 50-50-yə. Elə şey var ki, o ayıb bilir özünə. Mənim anam nə deyər, atam nə deyər, mən onların üzünə necə baxaram. Baxaram, doğru. Siz necə belə hədəfə vurursunuz elə. Axı, cəmiyyəti görürük, Şəfiqə xanım. Cəmiyyətdə baş verənləri görürük, siz də izləyirsiniz bunları. Tələbələriniz var. Razısınız tələbələrinizdən, amma səmimi cavab istəyirəm. Davranışlarından, geyimlərindən, həyat tərzlərindən razısınızmı? Çox. Nə yaxşı. Çox razıyam. Mən səmimi deyirəm. Mənə elə tələbələr düşüb. Çox tərbiyəli, çox qabiliyyətli, sözə qulaq asan. Qız tələbələrimdən danışıram. Oğlan tələbələrim də çox yaxşıdır. Bax, o qədər tərbiyəli mənim tələbələrim var. Sənətləri mən demərəm, lap güclü də olmasa, əsas odur ki, qanacaqlı, qabiliyyətli tələbələrim var. Və başqa tələbələrdən çox-çox ayrılırlar, seçilirlər. Bu nədən asılıdır? Müəllimdən asılıdır, yoxsa? Bilirsiniz, valideyndən asılıdır, evdə gələn var, tərbiyədən asılıdır. Sonra da əlbəttə mənim sinifimə gələndə ondan bundan soruşurlar. İndi cavan uşaqlardır, məni çox efirdə ola bilər görməsinlər. Amma adımı bilirlər, adımı eşidiblər. Onlardan da özlərini yığışdıra bilirlər. O aspektdən baxanda ola bilər ki, onlar bilirlər ki, kimin sinifinə gəliblər. Sizin sinifinizə gələn tələbələr mütləqdir ki, Şəfiqə Eyvazovanı tanımalıdırlar. Və bugün düşünürəm ki, gənclərin özü də Şəfiqə Eyvazovanı tanımalıdırlar. Niyə? Bugün televiziyalarda yoxsuz. Niyə? Səbəbi nədir? Səbəbi mən özüməm. Uşaqlar balaca olanda fikirləşdim ki, biraz ara verim. Uşaqlar bir balaca böyüsün. Sonra getdim, əlbəttə xarici ölkələr gəzdim, hələ uşaqlar balaca olanda. Hətta Nəsrinin yaş yarımlıq idi, mən Fransaya getdim, Belgiya getdim, Portuqaliya, bütün dünyanı demək olar uşaqlardan sonra da gəzmişəm, qastrol səfərlərinə getmişəm. Fikirləşirəm ki, cavanlara da yol vermək lazımdır. Hansı cavanlara yol vermək lazımdır? Bugünkü gənclərə, bugün efirləri zəbt edənlərə yol verməyə dəyərmi? Yox, hamı zəbt eləmir. Zamirə xanım, bilirsiniz, yaxşı, gözəl bizim kamança ifaçılarımız var. Mən kamançadan da danışmıram, musiqidən Musiqidən danışırsınız. Ümumi ifaçılar, düz deyirsiniz. Kim verir onlar o meydanı? Bəlkə siz getmirsiniz efirə, o getmir efirə, bu qaçır efirdən. Bəlkə ona görə artıq meydan olaraq qalıb. Dur deməyin zamanıdır o səsi olmayanlara, ifa etməyi bacarmayanlara, notu bilməyənlərə. Doğru. Siz haqlısınız. Bəs niyə etmirik? Şəfiqə xanım, niyə etmirik axı? Azərbaycan musiqisi hansı vəziyyətə gəlib çıxır? Qızım, mən nə deyim, mən tək əldən səs çıxmır axı. Gərək birləşmək lazımdır. Bədii şura yaranmalıdır, necə əvvəlki. Məsələn, bizim ansambl, Əhsən Dadaşovun ansamblı. Bəli. 63-cü ildən yarandı bu ansambl. Allah onu rəhmət eləsin, o mənim sənət bələdçim olub, Əhsən müəllim. Böyük sənətkarımız, necə deyim, mən ona ömür boyu borcluyam, ölənə qədər borcluyam belə bir sənətkara. 2 il biz Ramiz Mustafayevin xorunun tərkibində olduq. Biz ancaq xalq mahnıları ifa edirdik o ansambla. Bədii rəhbər Cangir Cangirov idi. Deməli, 65-ci ildə biz istədik ki, ayrılaq xordan. Ansamblının ifaları səsləndi. Ora gəldi Ənvər Əlibəyli rəhmətlik. Seyfəddin Dağlı onun müavini idi. Bizim ansamblda kimlər çıxış eləmədi o günü?
Şövkət Ələkbərova, Gülağa Məmmədov, İslam Rızayev, Rauf Adıgözəlov, Sara xanım da vardı deyəsən. Yəni o gün bizə icazə verildi ki, ansambl sərbəstlik olsun ansamblda, biz radyo televizyonun tərkibinə qoşulaq. Yəni indi ansambllər yaranır, lentə yazdırırlar, gəlirlər. Soruşan yoxdur ki, bu keçib senzuradan. Bu dəqiqə hərcimərcilik demək olar yaranıb. Gör o boyda ansambl, o dahi bizim sənətkarımız Əhsən Dadaşovun da üstündə bir nəzarət. Yəni hiss elədiniz bunu, bildiniz də. Bax belə ta 76-cı ildə Əhsən müəllim ki, rəhmətə getdi. Ondan sonra mən ansamblı buraxdım. Yəni dedim ondan sonra mənə lazımdır ansamblda çıxışlar eləmək və 80-ci ildə biz təzə ailə qurmuşduq Ariflə. Rəşid Beypudov məni dəvət elədi öz mahnı teatrına. Bəli. Görün kimləri görmüsünüz, Dəvət elədi. Elə oldu ki, 5 il mən onun ansamblında, onun mahnı teatrında çalışdım. Xarici ölkələrə getdim və o xarici ölkələrdə kimlər oldu? Müslüm Maqamayev, Lütfiyar İmanov, Rəşid müəllim, heçdə daha Rəşid müəllim rəhbər idi. Yəni Elmira Rəhimova bir yerdə biz İsveçrəyə getdik 80-ci ildə. Doğrudan mən bunu qoyum, bunu danışım. Buyurun, buyurun. Mən şanslı bir musiqiçiyəmmiş. İndi fikirləşirəm, yaşlanmışam da. Doğrudan da mən kimlər görmüşəm. Bəs indiki gənclər kimləri görür, kimlərdən dərs alır? Bizim dünyasını dəyişən o sənətkarlarımızı bir çoxları heç tanımır. Heç marağında da deyirlər ki, tanısınlar. Görək filan musiqini Rəşid Behbudov necə oxumuşdu? Şövkət xanım necə oxumuşdu? İndi improvizə eləyirlər qəribə-qəribə notlarla, qəribə-qəribə latlar. Özü istədiyi kimi. Özü istədiyi kimi. Bəli. Olarmı? Mən belə istəyirəm hər hansı bir addım atmaq. İndi mən deyim Zamirə xanım, olmaz əslinə qalanda. Ancaq zövqlə onu oxuyanda, zövqlə onu çox çalarlar eləməməklə, bir balaca melizm elədi, bəsit. Özünün istəyi kimi olar. Aranjmanları bəyənirsiniz, bugün olan aranjmanları, o bizim köhnə mahnıları yeni aranjmanda təqdim eləyirlər. Bəyəndikləriniz varmı içində? Yox. Yoxdur. Sizin yoldaşınız Arif müəllim, Bəli. o ilə də söhbət eləyəcəyik. Bəli. Muğamı nota salan insandır. İlk ifaçı. Bəli. Bəli. Nə yaxşı ki, belə insanlar var. Çünki indi səsi olmayanlar muğamı elə oxuyurlar ki, utanmadan. Yəni not bilinmir ki, hardadır. Not bilinmir ki, hardadır. Bəli. Bu yaxşı sözdür. Doğrudur. Müasirlik bəs nədir? Müasir. İstədiyim kimi davranmaq, soyunmaq müasirlikdirmi? Nədir müasirlik? Bax, bugünkü gənclər deyirlər ki, mən müasirəm. Müasir Azərbaycan gənci. Odurmu müasirlik? Göstərdikləridirmi müasirlik? Bir çox hallarda. Müasirlik bizi, Azərbaycan xalqını demək olar uçuruma aparır. Sizin qızınız Mehri müasir deyilmi? İçdə müasirdir, ümumiyyətlə danışığında müasirdir, sənətdə həmi müasirdir, həmi keçmişi bir klassikadır, geçmişi bilir. Ancaq o müasirlərdən Allah eləməsin olsun. Yoxdur da o müasirlik onda. Müasirlik böyüyün üzünə ağ olmaqdırmı? Sizcə? Əlbəttə yox. Əlbəttə yox. Mən belə istəyirəm, valideyn deyir, olmaz. Amma mən gedirəm, mən müasir gəncəm, gecə 12-də evə gəlirəm, qız uşaqları. O müasirlikdirmi? Müasirlik başqa xalqlar üçün ola bilər. Avropa xalqı üçün, nə bilim. Amma Azərbaycan xalqı üçün əlbəttə müasirlik. Mən barışa bilmirəm o müasirliklə. Niyə güzgüyə baxmaqdan çəkinirsiniz? Niyə dost ola bilməmisiniz güzgünə? Deyirsiniz ki, mən heç vaxt özümü gözəl hesab etməmişəm. Niyə? Mən indi də özümü, düzdür, indi mən yaşlanmışam,
səmimi deyirəm, bax, təmiz ürəklə deyirəm ki, mən əlbəttə, əgər mən gözəl olsam oldu, gözəllər hara getsin? Ay Zamirə xanım. Gözəllik nədir? Gözəllik simadadır, daxildədir. Gözəl qadın necə olmalıdır? Mənə bir onun düsturunu deyin də, nə olar? Məsələn, mənim qaynanam deyərdi ki, rəhmətli, Allah rəhmət eləsin. gözəl budur da, bu boyda ağız, bu boyda burun, nə bilim, ağ bəniz olmalıdır gözəl. Bəlkə onun fikri düzdür. Qadınlar deyir, ay balam, bu gəlin elə bir süddür. Mayadır. Mayadır. Ay sağ ol. Mən özümü elə hesab eləməmişəm əlbəttə. Ancaq əlbəttə gözəllik daxildir. Daxili gözəllik. Doğrudur. Doğrudur. Əslində biz güzgüyə baxanda kənardan özümüzü görürük sanki. Kənardan başqaları bizi necə görürsə, onu görürük və çalışırıq ki, görünən yerimizi əgər ora görünməməlidirsə gizlədək. Ayıblarımızı örtək. Hansı ki, bugün bir çoxları o ayıbları da açıb qoyurlar ortalıqda. Heç sevmədim o ayıbları ki, ortaya, nə bilim, şəxsən mən o qadınların yerinə utanıram. Mən utanıram. İnanırsınız, Mehriyə deyirəm, ay Mehri, vacibdirmi bu cürünə geyim? Bilirsən ki, sənin o dövrdə o yaraşmır sənə. O lazım deyil onu eləmək. Özü qadın olaraq onu görmür. Yəqin görmürlər də. Və yaxud da ki, görürlər, özlərini o cür bəyənirlər, kompleksləri yoxdur. Kompleksləri yoxdur. Amma hər kəsin bir eybini gizlətmək kimi, qüsurlarını gizlətmək kimi bir bacarığı olmalıdır qadının. Hər qadın qüsurlu ola bilər. Bədəninin hər hansı bir yeri ola bilər ki. Bəli, doğru. Amma gizlətməyi məharətlə bacarmalıdır o qadın. Çirkinliyimizi bugün göstəririk və deyirik ki, biz müasirik. O çirkinliyə də müasirlik damğası vurmuşuq sanki. Gözəldir mənim quruluşum deyənə, mən onu müasirlik adı ilə göstərmək düzdürmü? Mənə elə gəlir, o da düzgün deyil də. Cavan olanda nə olar? Ya yaşlı olanda nə olar? Bu düzgün deyil. Mən istəyirəm ki, Azərbaycanlı qızı, Azərbaycanlı qadını o Azərbaycan adına layiq bir qadın olsun. Bir məqam deyim sizə. Buyurun. Məsələn, liftə minirik. Qız xanəndədir, ola bilərdi. Axı, görürsən ki, yaşlı adam minib səninlə bir yerdə liftə. Bu düzgündürmü ki, başlayırsan oxumağa? Liftdə. Və deyirsən ona ki, ay qızım, bura liftdir, oxunan yerlər var. Ged orada oxu. Tutalım, tanımır məni. Lap yaxşı. Tanıdı, tanımadı. Liftdə oxuyarlarmı? Və yaxud da yaşlı adamın yanında oxuyarlarmı? Deyirsən ona, belə elə baxır ki, elə bil ki, mən neynəmişəm ki? Dərd burasıdır ki, özü öz səhvini başa düşmür. Bax, indiki gənclərin çoxsunun xasiyyəti budur. Bu bir faciə deyil. Səhvsiz insan yoxdur. İstəyir uşaq, istəyir cavan, qoca, səhv olur, həmişə olur. Demək lazımdır, ay tələbə, belə döyür, belədir. Qoy acığı gəlsin, qoy mısmırığını sallatsın. Ancaq ona demək lazımdır. Deməsin, o səhvi səhəri təkrarlayacaq. Daha artığını eləyəcək. Sənətdə də belədir. Amma bir iş var, deyəndə pis olursan. O dəqiqə damğa vururlar. Mən hiss eləyirəm də, deyirlər ki, yaşlanıb bəlkə də artıq, bəlkə də qısqanclıq eləyir, bəlkə də paxıllıq eləyir. Ona görə yanırsan, yaxılırsan, fikirləşirsən, deyim, deməyim. Ona görə saxlayırsan içində. Bıçaq boğaza dirənəndə artıq deyirsən. Deyirsən, əşi, acığı gəlir, gəlsin, gəlmir, gəlməsin.
Amma bir söz mənim ürəyimdə qaldı. Mən 63-cü ildə orkestrə qəbul olunmaq istədim. Zamirə xanım, inanırsınız, çox uçurdum ki, orkestrdə oturum çalım. Elə oldu ki, 16 yaşıma 4 ay qalıb olsun 16 yaşım. Mən hündür kabluk giyindim. Mən həyatımda onu heç vaxt mən hündür kabluk giyməmişəm. Alçaq kabluk da giyməmişəm. Düz ayaqqabı. Düz ayaqqabı. Saçımı uzun saçlarım vardı. Babet də elədim. Hündürə qaldırdım. Hündür. O vaxt dəb idi. Dəb idi, hə. Getdim orkestrə. Seyid müəllim məni qəbul elədi. Orkestra oturub tam sakitlik. Mən not koydu qabağıma, onu çaldım. Mendelssohn konsert idi, yadımdadır. İkinci kamança. Sonra dedi, yaxşı onu koydu qırağa. Dedi, bir dənə muğam çal. Dedim, dilini çala bilərsən. Dedim, rast. Rastın da kökü başqadır. Adi kök deyil. Mən başladım kökləməyə. Onun da yanında, Allah onu rəhmət eləsin, qəni-qəni, Hafiz Mirzəliyev, əməkdar artist. O orkestrin konsertmestri idi. Gəldi yaxına ki, məndən alsın, kökləsin. Dedim, yox, mən özüm kökləyəcəm. Belə, mən nə bilim, Seyid müəllimin bu xasiyyətim xoşuna gəlib. Aha. Ki, vermədi kamançasını, özü köklədi. Əslində, bax, bir məqam, bir atdığımız addım və yaxud da bir kəlmə dediyimiz söz bəzən bizim bütün həyatımızı dəyişə bilir. Necə ki, siz o kamançanı versəydiniz, bəlkə sizi biraz cəsarətsiz, qorxaq kimi tanıyardı. Düz deyirsiniz, hə, düzdür. Mən çaldım, gördüm, bütün orkestr alqışladı. Səhəri Əhsən müəllim gəldi Asəf Zeynallıya. Deməli, Əhsən müəllim orada məni görüb. İllər nələri alır insandan, hə? Çox sevindim. Qaça-qaça qaçdım evə. Ay mama, məni qəbul eləyib. Seyid müəllim. İndikilər orkestrə girirlər, elə bir ki, nə bilim, adı da orkestrdir. Mən çox, bilirsiniz necə, mən çox sevindim, həddindən artıq. İndikiləri sevindirmək çətindir. Yoxsa asandır. Çox Və yaxud da asan. heç nəyə sevinmirlər. Heç nəyə sevinmirlər. Mən sizə deyim, heç bir şeyə. Şəfqə xanım, gec ailə qurmusunuz. Ümumiyyətlə, neçə yaşında ailə qurmaq lazımdır sizcə? Ki, o sütunlar möhkəm olsun. Bir 10 il Arif müəllimə əziyyət vermişsiniz də. Nə deyim, gec də yaxşıdır, tez də yaxşıdır. Uşaq baxımından tez yaxşıdır. Doğrumu? Uşaqları böyüdüb başa çatdırırsan, nəvə toyul görürsən. Hələ öz-özümə də demişəm. Bəli. Doğrudur, bu sözü demişəm. Amma gec də yaxşıdır ki... Həyatı bəlkə dərk eləyirsən. Hə, həyatı necə lazımdır, dərk eləyirsən. Bir də nə istədiyimizi bilirik. Bəlkə gec yaşda ailə quranda. Qaynanaya da baxmaq var, qaynataya da baxmaq var, baldız gələndə hörmətlə yanaşmaq da var. Elədir. Ancaq 2 nəfərdən ibarət olur bizim üçün gənc olanda ailə. Amma əlbəttə, biraz yaşlı vaxtı gedəndə hər tərəfli düşünürsən də, hər tərəfli. Məsələn, mən heç vaxt qaynanam məndən narazı olmadı. Allah rəhmət eləsin. Amma bir məqam da var. Ananız, atanız sizin toyunuzu görmədi. Siz nə yaxşı bilirsiniz mənim həyatımı. Nə gözəl. Amma mən sizə deyim, 76-cı ildə mənə elçi gələndə razı olmadım, getmədim. Amma anam sağ idi. Anam sağ idi. Sonradan anam rəhmətə getməmişdən qabaq bacıma demişdi ki, o oğlan yaxşı oğlandı, düzdür, doğrudur. Şəfiqə istəmədi, amma gəlsələr verərəm Şəfiqəni yenə. Deyirsiniz, kaş ki anam görərdi, kaş ki elə vaxtında gedərdim. Analı vaxt başqadır da. Analı vaxtlar, atalı vaxtlar ailə qurmaq üçün təmiz başqa şeydir də, bilirsiniz onu. Ancaq əlbəttə dedim
dedim bu sözü əlbəttə. Kəşke elə 76-da ailə qurardım, anam görərdi. Mən yanılmamışam əlbəttə Arifə Hə deməkdə. Ariflə ailə qurmaqda. Çünki yenə də o məni başa düşür. Bilirsiniz də musiqiçi biraz həssas olur, musiqiçilər. Biraz kaprizləri də olur. Kim daha çox kaprizlidir, siz yoxsa Arif müəllim? Kim kimə dözür bəzən? Bəzən. 50-50-yə istərdim deyim. O da mənə dözür, mən də ona dözürəm. O, belə baxırsan sakit adamdır. Hamı onu sakit bilir. Ancaq ev başqa şeydir. Evdə. O, mən düşünürəm ki, lap elə də sakitdir. Şəfqə xanım, deyirsiniz ki, Arif müəllim mənə heç vaxt səni sevirəm sözünü deməyib. Amma mən də eşitmək istəyirəm axı. Bu kəlməni də işlədirsiniz. Hə, demişəm. Onu da demişəm. Onu da hardan bilirsiniz bilmirəm. Ancaq Bəs özünlə danışmamısınız heç. Amma bir söz də deyim, qadınlar çox az məqamlarda olur ki, qarşı tərəfin sevgisinə əmin olurlar. Amma siz Arif müəllimin sevgisinə eyni zamanda əminsiniz. doğru. Sevgini həm də dildə demək yaxşıdır, yoxsa əməldə göstərmək? Hansı daha önəmlidir? Əməl. Nə çox deyən sevirəm səni, sevirəm səni. Əməl ən birincidir. Əməldə göstərib doğruldum özünü, deyimsə. Ancaq, amma o da lazımdır da. Sözdə də lazım. Sözdə də lazımdır da. Heç deməyib, bu neçə ildir ailəlisiniz? Neçənci il? 44 il. 80-ci ildən 44 il heç deməyib. Xeyr. Mən növbəti verilişdə Arif müəllimə deyəcəm, efirdən sizə o sözü desin. Deməyəcək. Deməyəcək. Heç özünüzü Yormayın. Baxarıq. Baxarıq. Şəfiqə, mən səni hamından çox sevirəm. Şəfqə xanım, ümumiyyətlə bugün ailələr niyə dağılır? Səbəb nədir ailənin dağılmasında? Bax görürsüz, deyirsiniz mən də kaprizliyəm. Arif müəllim də kaprizləri var, amma 50-50-yədir. Bir-birimizə müəyyən mənada kompromisə gedirik, keçirik. Bugün ailələr niyə kompromisə getməyi bacarmırlar? Niyə dağılır ailələr? Axı o ailə quranda qızlarınız ailəlidir də? Bir qızım. Bir qızınız ailəlidir. Mehri yox. Mehri yox. Al inşallah Allah bəxtini gözəl eləsin. Ailə qız köçürmək, oğul evləndirmək çətindir. Bir əziyyət qoyursan onun üzərinə, zəhmət çəkirsən və sonra bir günün içində bir də görürsən ki, hər şey dağıldı, məhv oldu. Niyə? Niyə ananın, atanın əziyyətini övladlar belə heç edirlər? Bəzən valideynlər də elə övladlarının xoşbəxtliyini üstündən belə xətt çəkirlər. Niyə? Nə bilim, mən fikirləşirəm ki, bayaq dediniz, qız fikirləşir ki, ancaq ikimiz olacağıq, ancaq göylərdə uçmaq, xəyallarla, onlar azdır. Onlar azdır. Amma reallıq başqadır da. Reallıq başqadır, bəs nə? Mənə elə gəlir ki, həm də dözüm yoxdur gənclərdə. Bəzən bir dənə sözün üstündə ayrılırlar, adi bir sözün üstündə. Vaxtilə analarımız, atalarımız dözməyiblər heç niyə. Mənim anam çox dözümlü qadın olub. Doğrudan dözümlü qadın olub. Elə olub ki, indi danışım bir kəlmə, bəlkə də istəmirəm də deyim. Atam onu çıxardıb, qış vaxtı çıxardıb bayra, deyib, get qardaşım ilə, anamın atası anası olmayıb da, anam getməyib. Anam oturub qapıda. Evinə sahib çıxıb. Qapını açıb, atam görüb ki, anam oturub. Deyib, gəl, keç içəri. Yəni, belə hallar, ay sağ ol, getməyib qardaşı gilə, bacısı gilə. Yəni. Bugün amma qardaş bacıya görə ailə dağıdan nə çox
Bizim oğlanlar, qızlar. Onlar qızlar. Halbuki hər kəsin sonda görürsən ki, öz ailəsi var, öz ocağı var. Hər kəs qapısını çəkib öz evində oturur. Sənin qəlbində nələr baş verir, onu bilmir. Onu bilmir. Doğru. Həyat çətindir. Həyat, bayaq dediniz, həyat keçmə-keçdən ibarətdir. Xəyanət nədir bəs? Niyə bizim bəylərimiz öz gözəl qadınlarına, öz gözəl xanımlarına xəyanət edirlər? Əslində bu sualı niyə verirəm? Bizim qızlarımız, 2 qız anasısınız da, xəyanətə görə ailəni dağıdarlarmı? Yoxsa bağışlamaq lazımdır bəyləri sizcə? Bilirsiniz, baxır da kim üçün. Kimsə xəyanəti götürmür, ayrılır. Amma kimsə deyir, kişi xeylaqdır da. Əslində nə Əslində doğrudur? qadın xəyanət eləməməlidir. Kişiyə olar. Belə eşitmişik də, belə. Mən sənəti övlad üçün qurban verənlərdənəm deyirsiniz. Məsələn, məni Zeynəb xanlarova, Allah ona can sağlığı versin. Zeynəb xanım mənim üçün dahi bir sənətkardır. Zeynəb xanım məni çağırdı 83-cü illərdə. Mehri 4 aylıq idi. Dedi, gəl ansamblə. Bax, qurban vermək budur. Dedim, mən gələ bilmərəm. Çünki uşağa baxan yoxdur. Mən uşağı kimə havalə edeyim? Bir də anasızlığı insan o zamanda hiss edir. Bəli, Doğrumu? doğru. Anam olaydı kaş ki. Doğru. Deyirsiniz, subay vaxtı çətin deyildi bu sənətdə olmaq. Evlənəndən sonra çətinliklər yaranır, düşünürsünüz. Bu uşaq baxımından deyirsiniz də, yəqin ki, uşaq dünyaya gəlir, uşağa baxmaq lazım olur. O baxımdanmı? Bəs bugün sənətə gələnlər boşanırlar, sonra sənətə gəlirlər və sənət də yoxdur əslində. Nədir səbəb bunun? Axı bir arxa dayaq da lazımdır sənətdə. Necə ki, sizə Arif müəllim arxa dayaq olub. Nədir səbəb? Niyə boşanıb səhnəyə gəlirlər? Mənim halal yoldaşım mənə arxa dayaq olub. Bəli. Onların arxa dayaqları kim olub? Halaldırmı? Halallardırmı? Bəli. Onu bilmək olmur. Onu mən deyə bilmirəm. Nə deyim? Mən bu sözü inanın deyə də bilmirəm. Onlar nəyin hesabına qabağa gedirlər? Bir balaca ya səsləri var, səsləri yoxdur. Toylarla başlayırlar. Nə deyim? Vallahi mən onlara fikirləşirəm ki, elə bilirlər yaxşı şeydir. Mən acıyıram onlara. Gənc müğənnilərdən kimi dinləyirsiniz? Vallahi gənc müğənniləri heç mən çoxsunu tanımıram. Siz deyin, mən deyim də. O olacaq mənim sevdiklərim. Yox, deyin, mən deyəcəm ki, sevirəm ya sevmirəm. Bu qədər düşündünüzsə, artıq deməli heç kimi dinləmirsiniz. Yəni var müğənnilər, indiki gözəl müğənnilərimiz var. Məsələn, Mənsim İbrahimov, mən çox sevirəm onu. Məsum müəllim, bəli. Bəli, onun oxumaq Estradadan kimi dinləyirsiniz? Oxumaq tərzini də bəyənirəm. Təyyar var. Bəli. Məsələn, gözəl müğənnidir. Sonra Estradadan kimi bəyənirsiniz? Sonra Aygün xanım var. Hansı Aygün? Bayramova, bəli. Bəli, Şövkət xanımın stilində Bəli. oxumaq. Sonra Nəzakət Teymurova. Məsələn, o mənim yadımda qalıb ki, Rast muğamını çəkiləndə o gözəl şöbə oxudu. Rast muğamının şöbəsini. Nə bilim, o qədər xoşuma gəldi ki, onun oxumağı. Məsələn, Estradadan kimi bəyənirsiniz? Estrada müğənni. Estrada ən birinci Mübariz Tağıyev. O heç də. O heç. Çox xoş deyirəm oxumağını. Mübariz, sonra bir sürü var, təmiz yadlarımdan çıxdı. Necə deyim sizə? Evi yoxdur, evi yoxdur. Sonra Estrada, elə götürək elə bizim bacıoğlu Rəşadı. Rəşad İlyasov. Rəşad, bir söz Rəşad yaxşı gəl. Mən demişəm o gəlsin, o oxusun.
kanunu da özü İfa edir, gizlin, bəli. gizlin öyrənib birdən mənim qarşıma çıxdı. İnanırsınız, o gizlin öyrənib onu. Mən onu gizlətmirəm, yəni deyirəm. Amma nə yaxşı ki, kanun çalıb. O qanunu götürüb çalır, o ilə bir yerdə ifa edir. Bəli. O gözəl türk mahnılarını doğrudan mənimsəyib və haqqını verir türk mahnılarının. Mən onu heç vaxt deməyə bilmərəm. Gözəl müğənnilər var. Adları sadəcə yadımdan çıxır. Mən ona görə deyirəm, mən deyim ki, sevirəm onları. Yox, mən onu deyə bilmərəm. Ya sevmirəm. Mən onu deyə bilmərəm. Birdən deyərsiniz ki, sevmirəm. Mən də onu verəcəm efirə. Ona görə ən yaxşısı deməyim. Deməyəsiz. Yaxşı. Deyirsiniz, indi cəsarətli işgüzar xanımlar çoxdur. Ümumiyyətlə, cəsarət nədədir? Cəsarəti bir xanıma kim verir, nə verir? Bax, istəyirəm bir buna da aydınlıq gətirək. Cəsarət, mənə elə gəlir o cəsarət, o elə doğulur. İnsan cəsarətli doğulur. Cəsarətli doğulur. Arxa dayağı olmayan xanım hər zaman cəsarətli ola bilirmi? Ola bilmir. Deməli, doğulmur da. Mütləq ki, nəsə bir cəsarət verən qüvvə olmalıdır. Bəlkə də düzdür dedim bu sözü. Amma arxa dayağı olmayan, mənə elə gəlir ki, cılız qalır da. Pulu olmayan qadın cəsarətli ola bilir? Cəsarət ancaq puldadır. Bilmirəm, soruşuram. Ola bilər ki, deyil. Deyil. Bir də görürsən ki, cahilliyindən çox cəsarətli olurlar. Savadsızlıqlarından çox cəsarətli olurlar. Doğrudur. Mahnı oxuyurlar, notları bilmirlər, amma deyir, mən oxuyuram. Cəsarətlə çıxır, deyir bunu. Yəni, bu cəsarət, bu cahil cəsarət hara qədər aparır insanı? Mənə elə gəlir, axıra qədər apara bilməz. Bir yaşdan sonra artıq o cəsarət də olmayacaq da, doğrumu? Ay, sağ olun. Doğrudur. Biraz gənclik də insana cəsarət verir, gözəllik də insana cəsarət verir bəzən qadınlara. Bu həyat da iki rəngdir. Biri sevinç, biri qəm. Sevinç kimdir, kədər kimdir? O həm sənsən, həm də mən. Bugün niyə bir budağın iki gözü, bir almanın yarısı ola bilmirik? Niyə? Mahnı var, Elə ona gətirdim. Əhsən müəllimin. Bəli, elə Əhsən müəllimə görə o sualı verdim mən sizə. Bəli. Bəxtiyar Vahabzadənin sözlərinə sözləri yazılmış şur təsnifidir. Şur rəngidir. Onu İslam Rzayev icazə aldı Əhsən müəllimdən. Biri sənsən, biri mən. Biri mən. Doğru. Onu İslam müəllim oxudu ansamblda. Mənim gözlərim doldu. Əhsən müəllim də gözləri doldu. Orada İlqar Əliyev vardı, Taçalan. İndi də Allah ona can sağlığı versin. Çox uşaqların gözləri doldu bu mahnıdan. Çox gözəl mahnı alındı. Təsnif alındı, daha doğrusu. Kamançada sanki bir kədər var. Bir qüssə var, bir qəm var. 20 yanvar ağırlığı var o kamançada. Mən o vaxt çıxış eləmişdim. 20 yanvar. Bəli. Bir Başımda 20 yanvar qara şal. deyəndə bir kamança yadıma düşür, bir qərənfil yadıma düşür. Çox qəribədir. Doğru. Elədir. Mənə bir qadın sual verdi. Deyir, Şəfiqə xanım, siz niyə bizi ağladırsınız? Bəli. Nə bilim, mən ona cavab verə bilmədim. Şəfiqə xanım, bilmirəm niyə görə. Bayaqları qeyd elədim ki, bir ağırlıq var. Kamançanın bir ağırlığı var. Bəli. Sanki o ağırlığın altında insan bəzən əzilir. Nə qədər gözəl olsa da. Bilirsiniz, mən uzlaşdırdım atamla. Bilirsiniz nəyə görə? Çünki mən 7-8 yaşında artıq Hind mahnıları oxuyurdum, ərəb mahnıları oxuyurdum. Radio qovşağında məktəbdə 15 dəqiqəlik fasilədə direktor, birisi bizim direktorumuz 161 nömrə məktəbdə Fuad Poladov bizim böyük sənətkarımızın, aktyorumuzun atası direktor işləyirdi orada.
O ancaq mənə icazə vermişdi ki, Şəfiqə 15 dəqiqəlik fasilədə oxusun. Gözəl səsiniz də var. Yox, o vaxtı olub Niyə biraz. bəs o ifa etmədiniz? Niyə müğənniliyə gəlmədiniz? Mən Daha çox pul qazana bilərdiniz. Yox, mən indi də kamançada mən toylara getmədim, pul qazanmadım. Yəni yox, mənki toylar deyil. Şəfiqə xanım, Bəli. kamança sinfini bitirənlər bu gün skripka ifa edirlər toylarda. Amma pul önəmlidir. Görürsüz? Pul önəmlidir əlbəttə. Dəyişirlər. Kişi xeylaqlarıdır da. Mən onları bir qüsur görmürəm onda. O toylara gedib ailə saxlamalıdırlar. Mən qüsur mənasında demirəm. Kamança sinfini bitirənlər skripka ifa etməsələr toylarda harda işləyəcəklər? Yox, restoranlarda trio üçlük də var. Çox azdır da. Azdır. Yəni görürsüz, yenə gəldi restoran toy. Bəli. Əsl sənətdən gedir söhbət. Harda gedib işləsinlər? İldə neçə kamança ifaçısı məzun olur? Olur. Neçə nəfər? Olur. Məsələn, deyim sizə ki, bir 8, 7, 9 nəfər olur. Əgər bunlar toylara gedəcəklərsə, gedib toylardan pul qazanacaqlarsa, niyə kamança sinfinə gəlsinlər ki? Əgər kamançanı skripkaya dəyişəcəklərsə, mən skripka alətini pisləmirəm, o da gözəldir. Çox gözəldir. Doğru. Amma sırf kamançanı sevib, mən kamança sinfində oxuyuramsa, pul qazanmaq üçün skripka ifa edəcəmsə, niyə kamançaya gəlim ki o zaman? Yəni bir müddətdən sonra qorxmursuzmu ki, bu sinfə gələnlərin sayı azalacaq? Əslində sözümün canı buydu. Mən deməzdim ki, ancaq kamança sinfinə gələn keçir skripkaya, xeyr. Elə skripka çalanların özündə də hələ skripka ilə toylara gedirlər. Bəli, bəli. Hələ skripka çalır, hələ skripkaya gedib birinci sinifdən. Tək kamança çalanlar deyil. Bugün o zaman müğənni və ifaçıların... Toylar önəmlidir də onlar üçün. Mən fikirləşirəm ki, yenə də gəlir, çıxır ailəyə. İndi mən bir sözümü tamamlamaq istəyirəm. Buyurun. Ki, mən hətta bir ay rəqsə də getmişəm. Rəqsə getdim, oxudum, amma qoymadılar məni oxumağa. Atam məni apardı filarmoniya, mən dəfələrlə demişəm. Ona görə deyirəm, atamdır əsas səbəbkar. Göstərdi mənə filarmoniyada, onda televizor yox idi. 56-cı ildir, 57-ci illər təzə televizor vardı. Dedi ki, bax, kamança, bax, qızım, bu alətdir. Qoyum səni kamançaya. Dedim, hə, istəyirəm. Yəni, atam səbəbkar olub kamança. Sevdirdi sizə. Deməli, mənim atamda o qədər musiqi duyumu güclü idi. Qadınsız deyə getməmisiniz toylara, yoxsa səbəb nə olub? Bilmirəm, valla qapımıza nə qədər adamlar gəlib, mən tanınanda, hətta belə pis çıxmasın, mən efirlərdən düşmürdüm də o vaxtlar. Gəlirdilər ki, bircə qızım var, bir dənə Şüştər muğamına filan qədər pul verirəm, gəlsin qızımın toyunda çalsın. Mənim də rəhmətli qardaşım, alim idi, Moskvada oxumuşdu. Orada müdafiə elədi, gəldi, elə oldu ki, cavan ikən rəhmətə getdi. Onda o lap cavan idi, onu elə yola salırdı o insanı. Bir dillə, bir nəvazişlə, bir insaniyyətli ilə yola salırdı ki, mənim bacım sizin toyunuz mübarək olsun, belə elə. Mənim bacım heç bir toyda görsəz onu, onda gələrsiniz, deyirsiniz ki, mənim qızımın toyunda niyə çalmadı? Qızınızın toyunda ifa etmişsiniz? Xeyr. Etməmişsiniz. Şəfiqə xanım, nədən qorxursunuz? Ümumiyyətlə, nədən qorxursunuz bu həyatda? Nə bilim, Allahdan qorxuram da. Allahdan. Düzdür deyirlər, Allahdan, əgər pis iş görməmisənsə, Allahdan qorxmaq lazım deyir. Bu sözü də eşitmişəm. Amma
dəxli yoxdur. Allahdan, Allah Allahdır, Allahdan qorxmaq lazımdır. Nəyə inanırsınız? Amma bilin, ölümdən qorxmuram. İlk insansız deyirsiniz. Bəlkə bir 80 qonağım olub. Bir Rəşid Mahmudov dedi ki, ölümü gülə-gülə qarşılamaq lazımdır. Bir də siz deyirsiniz ki, ölümdən qorxmuram. Qorxmuram. Bəlkə cavanlıqda qorxmuşam, deyə bilmərəm. Amma indi qorxmuram. Yaşa da oluram bəlkə. Niyə Ona qorxmursunuz? Səbəbi olmalıdır, mütləq ki bir səbəb var. Ya qəbullanırsınız ölümü, ya bilirsiniz ki bir gün gələn, bir gün gedəcək. Ya müdrikləşirsiniz. Yəni insan zaten adam var ki 30-40 yaşında da müdrik olur. Amma ölümü qəbullanmaq müdriklüyündən danışıram ki, zaten bilirik ki sonumuz odur. Qorxub neyniyəcəyik? Bax, onu o qəşəng söz dediniz. O yadıma düşdü ki, Aybəniz xanım Səmədovun qızı mənim qardaşım üçün bu sözü demişdi. Alim qardaşım üçün. Moskvada oxuyan. Yoldaş olublar. Yoldaşı ilə, hamısı Yusif Səmədoğlu ilə dost olub qardaşım. O bu sözü dedi, yadıma düşdü ki, sənin qardaşın cavan ikən müdrik idi, qoca idi. Cavan ikən qoca idi. Bu sözü dediniz, yadıma düşdü. Bəlkə də doğmalarımızla orada görüşəcəyik deyə qorxmuruq ölümdən bəzən. Mən o dünyaya çox inanmıram. İnanmırsınız. Yox. Qoy mənə nə deyirlər, desinlər. Nə varsa burada var. Cənnət də buradadır, cəhənnəm də buradadır. Bəli. Cənnəti yaşamısınız daha çox, yoxsa cəhənnəmi yaşamısınız bu dünyada? Olub anlar ki, deyirsiniz ki, bu cəhənnəm əzabıdır, mən çəkirəm. Məsələn, qardaşınız dünyasını dəyişəndə, ananız dünyasını dəyişəndə əzab deyilmi? Bəli ki. 5, 4 insan, anam, atam, 3 qardaşım, bir bacım. Bu qardaşım bu yaxınlarda rəhmətə getdi. Uçalan Yasəf Eyvazov, əməkdar artist. Böyük ifaçısı idi. Tək qalmısınız ailədən? Yox, bir bacım var. O qarmon çalan olub vaxtilə. Qardaşım dünyasını dəyişəndə, cavan ikən getdi 40 yaşında. Həkimlər, axırda bir həkim yazdı kağıza, verdi mənə. Dedi, gedin evdə oxuyarsınız. Yazdı orada, insanı qəm çürüdər, dəmiri nəm. Belə bir şey yazdı həkim. Ancaq hansı həkimə getdim, içəri girən kimi deyirdilər, bu qızın nəyi ölüb, kimi ölüb. O vaxt cavan idim də, 26 yaşım vardı. Hansı həkimə, professora, yadıma gəlir Efendiyev, Mollazadə, Firuzəlizadə, bütün həkimlər dərmanlar yazdılar, özümdə döyürdüm. Yəni. Amma indi dediniz, insan yaşlandıqca başa düşür ki, bir gün yaranan, bir gün getməlidir. Amma Zamanında getmək gözəldir. Amma bəs mən onu deyirəm ki, istəmirəm çox yaşayayım qızım. Niyə? Nədən qorxursunuz? Ətrafınıza əzab verməkdən, əziyyət verməkdən, özünüzü itirməkdən. Ondan da qorxuram. Kənardan söz-söhbətdən qorxuram ki, ay balam da indi yaşayıb da nə qədər yaşasın. Mənə də yaşamayacaq ki. Bu sözlər var. Kimə deyiləndə eşitmisiniz o sözləri ki, bəlkə hələ özüm demişəm. Bir 90 yaşında, 95 yaşında, 100 yaşında bir insan dünyasını dəyişəndə deyirik ki, kim dünyanı tutub qalır ki? Qalır ki, bəli. Mən də deyirəm bu sözü, siz də deyirsiniz, 40 yaşında qardaşını itirən bir bacı, 100 yaşında bir insanın ölümünə əlbəttə bu sözü deyəcək. Deyəcək. Doğru. Normaldır. Düzdür. Ancaq mən, Allah haqqı, mən ancaq bu sözü deyirəm. Bəlkə mənim yaxınlarım da eşidir bu sözü ki, lap 100 yaşı olsun, 80-90 yaşı olsun. Fərq etməz, insan itkisidir. Bu dünyadan köçürsə,
lap 90 yaşı da olsa insan gelir bu dünyaya. Anamın yaşı olur. Hə, ay sağ ol. Ananın, atanın yaşı yoxdur. Mən bunu demişəm. Dəfələrlə də bu sözü demişəm. Amma kənarda bilmirəm də, kənar çox yaşayanda elə bil qübtə demirəm ha, qübtə eləyirlər. Ancaq istəmirəm çox yaşayım. Bilmirəm niyə. Artıq çox yaşayıram. Elə deməyin. Elə deməyin. Nə deyim? Vallahi bəlkə efir sözüdür bu. Yox, yəni ürəyinizdəkiləri deyirsiniz, Ürəyimdəkiləri amma yox deyirəm. deməyin. Siz kiminsə yerinə yaşamırsınız ki, siz kiminsə yerini tutmursunuz ki. Bugün siz Mehriyə, digər qızınıza anasınız. Siz təsəvvür eləyin ki, doğru, həmişə ürəyimdə deyirəm ki, yəni hələ yarımçıq qalan işlər var, az da olsa. Nəvə toyu görmək, evlad toyu görmək, məsələn, bunlar var əlbəttə. İstəmirəm ki, yarımçıq qalsın. verilişin çəkilişinə yaratdığı şəraitə görə Halikarnas balıqçısı restoranına təşəkkür edirik. Dalğalarda gizlənən ləzzət xəzinəsi. Halikarnas balıqçısı Xəzərin hüzur dolu dalğalarının sahilində özünə məxsus ləzzət macərasına sizi dəvət eləyir. Təzə balıq və müxtəlif növ dəniz məhsullarının ustalıqla hazırlandığı bu məkanda xoş anlar yaşayacağınız ziyafət sizi gözləyir. Kollektivimizin peşəkar xidməti və dəniz mənzərəsi ruhunuzu oxşayacaq. Kulinarlarımızın dadlı və keyfiyyətli məhsulları harmoniya eləyib, ənənəvi və modern ləzzətləri bir araya gətirdiyi təamlarımız sizi valeh eləyəcək. Halikarnas balıqçısı restoranı sadəcə bir yemək məkanı deyil, eyni zamanda unudulmaz anların yaşandığı doğma məkandır. Əgər siz də təbiətin və ləzzətin qüsursuz bərabərliyinə şahidlik eləmək istəyirsinizsə, Halikarnas balıqçısının qapıları üzünüzə hər zaman açıqdır. Halikarnas balıqçısı.